Paytaxtın Badamdar qəsəbəsində su borusu partlayıb və yolu su basıb. Belə ki, qəsəbənin Seyran Məmmədov küçəsində magistral su xəttində qəza baş verib və Seyran Məmmədov və Nurəddin Paşayev küçələri su altına qalıb. Bu və digər yollarda, digər istiqamətlərdə nəqliyyatın və piyadaların hərəkəti çətinləşib. Su partlayıb qəzadır. İndi bu dəqiqə briqadalar gəlir, qəzanı aradan qaldıracaq. 110 xətti. Belə qəzalar nədən baş verir artıq? Müdaxilə mi olub yoxsa? Heç bir müdaxilə olmadan. Qəza da, hadisə də olur da. Yox. Biz bir bəyannalı qəbul eləməliyik, qəza olanda olur da. İndi hazırda suyun verişi dayandırılıb ərazidə. Bəli, dayandırmışıq. İndi xəttdə olan müvəqqəti o sudur, çıxır. Bu dəqiqə briqada da gəlir, qəzanı aradan qaldıracaq.